Baştan deyim ki, İran ön cəbhədir. İran ön cəbhədir. Bunu belə başa düşməyən, bunu belə anlamayan müsəlmanların başına gələcək müsibətlər ilə haqqın özü olacaqdır. Təkrar edirəm, İran ön cəbhədir. Bunu anlamayan müsəlmanların başına gələcək müsibətlər haqqın özü olacaqdır. Bugün İranda yaşayan xalqlar Türkiyə üçün döyüşür, Azərbaycan üçün döyüşür, region üçün döyüşür və bütün İslam dünyası üçün döyüşür. Bütün insanlıq, bəşəriyyət üçün döyüşür və xristiyanlıq üçün döyüşür. Bugün İran, əziz vətənlər, dünyanı, xristiyanlığı da, İslamı da, bütün bəşəriyyəti təhlükəyə salan iyrənc, xəstə bir təxəyyüllə döyüşür. Epsteinizmlə döyüşür. Çox xahiş edirəm, hamı bəyənsin, paylaşsın.